Hər vaxtınız xeyir olsun. Rekord TV'nin efirində İlham Tumas'ın qonağı verilişinə baxırsınız. Bugünkü qonağımız Elşad Miridir. Dinşünas Elşad Miri. Elşad, xoş gördük səni. Çox sağ olun, təşəkkür ederim. Belə bir məşhur misal var. Deyirlər, çox oxuyan çox bilməz, çox gəzən çox bilər. Şükür Allah, yüzünə demək olmasın, sənin həm mütaliən, geniş mütaliədir, həm də çox gəzirsən. Dünyamızı gəzirsən, müxtəlif ölkələrə gedirsən, müxtəlif səbəblərlə bağlı. Mən istədim son səfərinlə bir təəssüratlarını bölüşəsən. Bildiyim qədərilə Amerikada oldun, sonra Türkiyəyə getdin. Həm elmi işlə bağlı getmişdin, həm də evladın, gözəl qızımız Amerikada təhsil alır. Onunla da getdin, görüşdün. Bu səfərin qısa bir təəssüratını səndən istəyərəm eşidək. Səfər elədir ki, bunu əvvəlcədən planlaşdırdıq. Çünki uzaq səfərə getməmişdən əvvəl birinci növbədə viza məsələsi də digər. Bunların hamısı qaydasında olandan sonra da elə oldu ki, planlaşdırdım elə Türkiyə üzərindən Amerikaya gedən kimi. Orada da 20 il əvvəl bir tələbəm olmuş, Fərid adlı dostumuz. Təsəvvür edin, məni Vaşinqtondan gətirdilər. Onların olduqları yerə 4 saat uzaqlıqda olan bir məsafədən öz bir iş yoldaşını, işçisini göndərib məni oradan qarşıladı aeroportdan. Sonra apardılar, bunlar öz olduqları şəhərdə, məsələn, ən gözəl otellərdən birini qonaq saxladılar, orada qaldıq. Sonra da başqa maşın verdilər ki, həmin orada Amerikada olduğum müddətdə həmin o maşından istifadə edeyim. Başqa gedib ilə rent-a-cardan maşın götürməyim. Ramazan idi, Ramazan birinci günü. Ondan sonra da elə oldu ki, biz iftarda bərabər elədik. Bundan başqa da qızımın yanında olduq. Məsələn, o bəzi dərsləri eyni universitetdə deyil, başqa universitetdə olurdu. Ora getdim. Sonra işlədiyi yerlər var idi. Bəzən qızımla aparıb iftarı elə olurdu ki, yeməyi sifariş verirdi, alırdıq, götürürdüm. Onu xoşladığı bilirdim yeməklərdən. Tayland bəzi yeməkləri var idi, tay yeməkləri. Gedib orada icazə alırdı işdən. Gəlirdi bəzən maşında iftarımızı açırdıq, qaçırdı. Çox maraqlı oldu. Ondan sonra gəldik yenə Vaşinqtonda, Virginiyada, oradakı dostlarımızla görüşlərimiz oldu, yaxşı iftarlarımız, söhbətlərimiz oldu. Hətta bəziləri orada 20 ilə yaxında yaşayan Azərbaycanlılarımız qeyd elədilər ki, hələm ilk dəfədə bir Azərbaycanlı görürük ki, şikayət eləmədən öz ölkəsindən daha fərqli mövzularda çıxış elədik, söhbət elədik. Bu bizim üçün də yaxşı oldu. Sonra elə oldu, təkrar Azərbaycana qayıdıb, 6 ayda bir bizim imtahanlar olur. Mən doktoranturada oxuduğuma görə. Həmin o imtahanla bağlı getməli idim. O da təzədən Ramazanın son günlərinə uyğun təsadüf elədi. Getdiyi elə oldu ki, orada da 3 həm elmi rəhbər, müxtəlif professorları başqa universitetlərdən onlara eyni vaxtı müəyyənləşdirib o imtahana girdi. İmtahandan da şükürlər olsun. Onlar da müvəffəq nailiyyət, yəni başarılı olaraq qeyd edirlər. Sonra da instituta onu təhvil verdi və salam belə qısa olaraq. Sonra da bayramı da orada keçirdi. Elə oldu ki, Azərbaycandan olan 20-30 il əvvəlki sinif yoldaşlarımla bir araya gəldik. Onlarla orada bayramı keçirdik. Xeyli vaxtı görüşmədiyimiz insanlarla sonra da gəldik. Yəni məhsuldar səfər. Bəli, səfərlərimiz əvvəlcədən müəyyənləşdirildiyinə görə həqiqətən elə olur ki, bir gündə 3 görüşümüz də olursa, hamısını əvvəlcədən planlaşdırırıq ki, yəni boş vaxt olmasın deyə. Elşad, biz səninlə çoxdanın tanışıyıq. Artıq son illərdə də düşünürəm ki, biz dostuq, bir-birimizə çox böyük hörmətimiz var. Səni çox istəyirəm, həm savadıma görə, həm mütaliənə görə, həm fikirlərinə görə. Yadımdadır, 2000-ci illərin əvvəllərdə, 2001-ci il idi, yanılmıramsa, sən artıq yavaş-yavaş başlamışdın mətbuatda yazmağa. O vaxtdan mən yanılmıramsa başlamışdım. Tələbəlik dövründə. Çox maraqlıdır ki, bu 25 il ərzində, 24 il ərzində sənin fikirlərində belə bir inqilabi dəyişiklik oldu. Mən belə düşünürəm. Və sənin hər müsahibən yüngül desə qalmaqala səbəb olur. Elə son müsahibəni də bayaqları verilişdən əvvəl xatırlatdın mənə. Turanla elədiyimiz müsahibədə də xeyli tənqidi fikirlərim var idi. Nəyə görə düşünürsən ki, Azərbaycanda dini təhlükə var? Nəyə görə düşünürsən ki, dini qurumlar üzrə Dövlət Komitəsi işin öhdəsindən gələ bilmir? Nəyə görə? Məfhumatdan və xurafatdan bezmisinizsə, Elşad Mirinin YouTube kanalına abunə olun və paylaşın. Buna bir əsas səbəb varmı? Təbii ki, var. Məsələn, həmin o dövrlərdən həm mətbuatda yazmağa başlamışdım, həm də cəmiyyətin içində idik, bunları görürdük. Həmin dövrdə bilirsən ki, saytlar və sairələr yox idi, qəzetdə çalışırdıq. Qəzetlər də elə idi ki, insanlar hamı bir-birini tanıyır, həm də gedən proseslərdən xəbərimiz olurdu. Bəzən elə olurdu ki, naharda bir yerdə olurduq. Yəni, o bilgi alış-verişi olurdu həmişə. Məsələn, baxırdıq ki, mənə maraqlı idi, dini qurumlarla iş üzrə Dövlət Komitəsi niyə təsis edildi? Qafqaz Müsəlmanları İdarəsi əgər işin öhdəsindən gəlirdisə,
heç bir problem yox idisə, hər şey qaydasında idisə, Heydər Əliyevin fərmanı ilə belə bir qurumun təsis edilməsinə ehtiyac var idimi? Deməli ki, var idi. Deməli ki, var. Sonrakı dövrlərdə, məsələn, həmin o qurumda çalışdığım dövrdə də bildim ki, o qurumun özəlliyi, xüsusiyyəti nədən ibarətdir, nizamnaməsi ilə tanış olmuşdum. Sonradan gördük ki, bəli, Qafqaz Müsəlmanları İdarəsi sadəcə arxaik bir qurum olaraq saxlanılır. Müəyyən bir mollalar olsun, din xadimləri olsun, bunlarla məsələlərin həlli ilə bağlı, dini məsələlərlə bağlı. Sonrakı dövrlərdə bunlar biraz daha, məsələn, son dövrlərdə əsasən də Qafqaz Müsəlmanları İdarəsinin sədrinin Şuşada məlum çıxışında ki, Qarabağın işğaldan azad edilməsini İranın dini liderinin fətvası ilə əlaqələndirməsi. Bunu heç cürə məsələn qəbul edilə biləcək bir məsələ deyildi. Ondan sonra bunların gündəmə gəlməsindən sonra hər dəfə bu Ramazan məsələsində İrana uyğun olaraq təqvimin müəyyənləşdirilməsi var idi. Təbii ki, bu proseslərdən əvvəl baxırdıq ki, o hər illərim Ramazanda iftar süfrələri verdiyi zaman ölkə başçısı da orada iştirak edirdi. Amma bu fətvadan sonra təbii ki, elədiyi səhvə görə, məsələn, mən indiyə qədər heç bir zaman ölkə başçısının o iftarlarda iştirakını görmədim, şahidi olmadıq. Yəni, bu da o səhvini başa düşdüyünə görə bəzən artıq İranla yox, Türkiyə ilə getməyə çalışır. Yəni, biz yenə də haranyansa getməyə çalışırıq. Sonra dini komitənin özü nizamnaməsinə zidd olmasına baxmayaraq, artıq axundlara, adlarını dəyişdirən indi imam deyirlər. Həmin o imamlara müəyyən vəsaitlərin yardım adı ilə verilməsi olsun, o imamların, məsələn, imtahandan keçirilməsi, təyin edilməsi dini komitənin keçirildi bu günlərim. Qafqaz Müsəlmanları İdarəsi sadəcə ehsan verilən yerlə əlaqəli bir qurum kimi. Bir də həc biznes olaraq ona davam etdirilir. Və bir də hər illərin prezidentin ehtiyat fondundan milyonlarla vəsait ayrılır. Ən böyük payda həmin o qurumun təhvil verilir. Yəni, bunların hər biri baxdığımız zaman görürük ki, bunların gördükləri işlər nədən ibarətdir? Görmürük o işləri. Maarifləndirmə deyirsə görmürük. Məsələn, İlahiyyat İnstitutu quruldu, təsis edildi. Arxasınca İlahiyyat Kolleci təsis edildi. Amma bir də baxıram ki, Ramazan ayında həmin o orada dərs deyən, ilahiyyatçı yetişdirən, dinşünas yetişdirən müəllimlər dini savadı olmayan, bu sahənin mütəxəssisi olmayan, sadəcə adının qarşısında Seyid yazılan şəxsin qarşısında, həm də dini komitənin vəsaiti hesabına maliyyələşən bir proqramda, baxıram, bunlarla müraciət forması olaraq elə seyidim deyə müraciət edirlər. Mən də baxdım, axı, mənim qadağan olunan kitabımın mövzularından biri elə İslamda seyidliyin olmamağı idi. Dedim, görəsən, bununla bir əlaqələri varmı bu məsələ ilə bağlı? Adamı götürüb siz bu cürə təqdim edirsinizsə, sizin yetişdirdiyiniz gənclər necə olacaq? Sən bir sosial şəbəkədə öz səhifəndə paylaşmışdın. Deyərsə, televiziyaların birində veriliş gedirdi, onun verilişdən bir hissə paylaşmışdın bir-birinə. Space televiziyasında həm də təsəvvür edin, biri var 1 müəllim deyə, 2 müəllim deyə, 3 müəllim deyə. Məsələn, vaxtı ilə oradan rektor olmuş, məsələn, Ceyhun Məmmədov dostumuz deyə bilirəm. Məsələn, onun belə bu cür müraciətini qəbul edə bilmirdim ki, yəni bu nə yanaşmadır, bu nə anlayışdır? Həqiqətən bunlara təzyiq mi edirlər, yoxsa əvvəlcədən belə müraciət etməyini mi istəyirlər? İnsanlar o verilişlərə baxanda nə edirdi? Mürcü tutur. Baxıram, həqiqətən açdım bir-ikisinə dedim, baxım, 10 dəqiqə tab gətirə bildim. 2-3 dəqiqə əzbərlənmiş eyni cümlələrin davam etdirilməsi, bir-birlərini tərifləmə, ondan sonra dinlə bağlı danışanlarda baxdım, nağıl danışırlar. Aydındır. Yəni, bunların özünə baxanda bu insanlar sabahlarım digər, məsələn, Səudi Ərəbistanda yetişib gəlmiş, bugün artıq öz adamlarını yetişdirən, müxtəlif qurumlarda təmsil olunan, müxtəlif yerlərdə artıq öz adamlarını yerləşdirmiş insanların qarşısında nə cavab verəcəklər? Heç nə. Necə, bu Seyid məsələsini sən biraz da ona görə düşünürəm, təhlükəli hesab edirsən ki, bu məlum qonşumuzdan bizə təzyiqi ilə bağlı və yaxud belə deyək, o fikri yürütməsindən bağlı ola bilər. Elə varmı? Təbii ki, çünki bu məsələdə ən aktual məsələ bu günlərim dünyanın hər yerinə baxsanız, ancaq İrandadır. İran İslam Respublikasında rəsmi adı ilə desək, onlarda məsələn qara əmmamə giyinənlərin seyid olduğu bildirilir və güya bunların da şəcərələri var və s. Onların da özlərinə görə o İranda imtiyazları olan bir məsələdir. Vaxtı ilə Osmanlı dövründə də olub bu. Sadəcə seyid məsələsi deyil. Ümumiyyətlə baxdığımız zaman ölkədə məsələn mən bu misalı elə belə verməmişdim. Adam iftardan çıxır, digər iftardan çıxan bir millət vəkilinə, Fazil Mustafaya, məsələn, Kalaşnikovlardan atəş açırlar. Hər ikisi dindar, hər ikisi namazında, niyazında və bu din anlayışı, din təhlükəsi deyilmi? Vaxtı ilə, məsələn, Əbu Bəkir adlandırılan məscidə qumbaranın atılması bir təhlükə deyildimi?
Meşə qardaşlarının yenidən yeni versiyasının ortaya çıxması və onların həmin zərərsizləşdirilməsi bu dini təhlükə deyilmi? Və yaxud da müəyyən insanların adının siyahılarda olması və bu təhlükənin din məsələsi ilə, dini çıxışlarına görə olmaları bu dini təhlükə deyilmi? Yəni bunlar həqiqətən, mən fikirləşirəm ki, insanlar bir fətva ilə bir məsələni həll eləyə bilirlərsə, bu çox ciddi bir təhlükədir. Bundan bağlı məsələn dini komitə hansı iş görür? Heç bir iş görmürlər. Sadəcə deyək ki, məscidlərə gedib şəkil çəkdirməklə, müxtəlif pozalar verməklə, yaxud da hər hansı bir tədbirləri eyni adamlarla keçirməklərlə, rayonlarda eyni prosesləri davam elətdirməklərlə bundan bir nəticə əldə eləməyəcəklər. Yəni ölkənin bir din siyasətini ortaya çıxarmamaqla, bununla bağlı bir işlərin görülməməsi ilə, nəticəni görə bilməməklə bağlı olan bir məsələdir. İlham, üzr istəyirəm, bir məqamı da qeyd edeyim. Hətta elə oldu ki, bu Amerika səfirliyinin, bilirsiniz ki, müstəqillik günü ilə bağlı tədbir keçirilirdi. Mən də ora dəvət edilmişdim. Həmin tədbirdə komitənin müavinlərindən biri ilə bir söhbətimiz əsnasında elə oldu ayaqüstü. Dedi ki, Yaşad, bizim son ildə elədiklərimizi görmürsünüzmü? Soruşdum ki, mənim neçə ildir buradasınız? Dedi 10 ildə. Dedim 9 ili siləkmi? Yəni bu insanlar sadəcə bir ilin üzərində və yaxud da son günlər görülənləri əsas gətirirlər. Bəs indiyə qədər gördükləriniz, bəs indiyə qədər dövlətdən aldığınız məvaciblər, oradan xərclənən vəsaitlər və onun nəticəsində heç bir iş görməməyiniz. Adam təsəvvür edin, mənim o kitabım qadağan olunmamışdan əvvəl zəng eləyib mənə deyir ki, çox rahatlıqla şöbə müdürü oranın ki, Eşad, cəmaatı niyə oyandırırsan? Oturmuşuq da rahat işimizlə məşğuluq. Niyə qaşındırırsan və s. Yəni bu sözü deyən insanlarla siz hansı işi görəcəksiniz? Və digər bir məsələni təhlükə olaraq gördüyüm, həmin o dövlət qurumunda çalışan insanların ümumiyyətlə məzhəb mənsubu olmalarıdır. Məsələn, mən bunu komitə sədri müavininə deyəndə dedi ki, bizdə elə bir şey ola bilməz. Dedim, mənim yanınızdakı adam, məsələn, şəxs şöbə müdürüdür. Dedim, çağıra bilərsiniz yanımıza. Çağırdı, dedim ki, filan kəs, adını özüm demirəm, etik olmaz. Dedim, məzhəbin, hansı məzhəbə mənsubsan? Dedi, demirəm məzhəbimi. Dedim, görürsünüz, demir ha, yoxdur. Var, ancaq onu demirəm. Yəni, əgər sən bunda səmimisən, niyə demirsən? Demirsənsə, deməli ki, bu məsələnin arxa planları var. Çünki bir məzhəbdə, baxın, Quranda olmayan o qədər məsələ ortaya çıxır ki, namaz qılmayanla bağlı öldürülmə hökmünü Quranda yoxdur, amma bu məzhəblərdə var. Sonra oruç tutmayanla bağlı eyni hökmü görə bilirsiniz. İçki içəklə bağlı Quran-ı Kərimdə bir cəzalandırma mexanizminin olmadığı halda bu adamlar onun belə hamısını gətirib qətl edilməsi ilə bağlı və yaxud da dinini dəyişənin öldürülməsi ilə bağlı fətvaların verdiklərinə şahid oluruq. Yəni biz elə bilirik ki, bunlar çox saf, çox təmiz bir məsələdir. Xeyr, bunların arxa planda çox ciddi nüanslar var. Aydındır, Ecad, mən illər uzunudur, sən deyirsən, Quranı düzgün tərcümə eləməyiblər. Başına dönüm, o Quranı düzgün tərcüməsini bir çıxartdı ortaya. İlham, birini elədim. Nümunə olaraq, məsələn, Ali İmran surəsinin İzahda tərcüməsini elədim, bəli. Amma indi üzərində yenə işləyirəm. Asan deyil, İlham. Əvvəl bu işə başlamamışdan əvvəl fikirləşirdim ki, hardasa 10%-də bir dəyişiklik ola bilər. Amma baxıram, bu 10% deyil. Elə o qədər ciddi məsələlər var. Məsələn, indi aktiv eləyəcəyim bir ayə. Misal üçün, həmişə uşaqlıqdan fikrimdə olub ki, bax, məsələn, Musa Peyğəmbər Qurana görə də, Tövrata görə də baxırıq ki, adam qətlə yetirdi. Yəni, cinayət də adını nə qoyuruq, qoyaq. Yəni, bundan sonra tamam bu adam Peyğəmbər təyin edildi, gəldi Fironla mübarizələr, tamam bunu da başa düşdüm. Bəs yaxşı, o qətlə yetirilənin yaxınları, ailəsi, miras məsələsi, vərəsəliyi, bu adamın diyyəti, bəs baxırım Quranda yoxdur. Tövratda varmı? Tövratda da yoxdur. Bu ola bilməz deyirəm. Mümkün deyil. Amma açıram ondan sonra 20-ci surənin 12-ci ayəsinə, orada bir ayənin tərcüməsini veribdilər ki, mən sənin Rəbbinəm, ayaqqabılarını çıxart, sən müqəddəs Tuva vadisindəsən. Mənə maraqlıdır, bunun məsələyə nə aidiyyatı var? Musa Peyğəmbər niyə ayaqqabısını çıxarmalı idi? Və yaxud da Məhəmməd Peyğəmbər nəhliyin deyirlər də, o tapışqa dediyimiz və yaxud da çəkələk dediyimiz. Ömür boyu namazlarını elə qılıbdır. Çünki o vaxtı xalçadır, gəvədir və s. olmayıb axı. Bunlar onu məsciddə də elə qılıbdır. Yəni o zaman bu nəhliyini çıxarmaq nə deməkdir? Bu sözləri bir-bir araşdırırsan ki, Taha surəsinin 20-ci surənin 12-ci ayəsi əslində Qəsəs surəsində Musa Peyğəmbərin adam öldürülməsi ilə bağlı məsələyə aydınlıq gətirir ki, sən hələm Peyğəmbər olmamışdan əvvəl birinci növbədə bu məsələni həll elə, həmin o məsələnin diyetini, qan pulunu ödə, tərcüməni və bu məsələ razılaş, ondan sonra sən artıq Fironun qarşısına çıxırsan. Çünki adama deməzlərmi ki, ey Musa, sən adam öldürüb çıxıb getmişdin, qaçmışdın. Ondan başqa. Yəni,
bu dediyin o hal olub, sadəcə yazılmayıb, düşməyib. Yəni bir yazıya. tərcüməni o cürə verə bilməyibdir. Elə götürüb də ki, müqəddəs tuva. Niyə müqəddəs? Bir yer niyə müqəddəs olmalıdır? Yəni bu günləri mənim özümün ölkəm başqasının ölkəsinə niyə müqəddəs olmamalıdır? Yəni mənim öz işğalda olan torpaqlarım vaxtı ilə bu məndə müqəddəs olmayacaq, amma gedəcəm nə var Musa peyğəmbər burada olub deyə həmin yer müqəddəs mi olacaq? Yəni bu nə yanaşmadır? Aydındır Yaşar. Biz dünən bir dostumuzla görüşdük. Sən də tanıyırsan, Qabil Abbasoğlu, tanınmış jurnalistimizdir, ustadımızdır. Maraqlı bir söhbət oldu. Dedi ki, bu Nardaran hadisələri olanda mən deyir Hacı Şahinə zəng elədim, Allah rəhmət eləsin Hacı Şahinə. Deyir zəng elədim, ona dedim ki, Hacı sən bir açıqlama verə bilərsənmi? Dedi açığı deyir, biraz çəkinə dedim. Çünki aydındır da, indi bir məzhəb məsələsi var falan var. Deyir Hacı Şahin dedi ki, problem yoxdur, açıqlama verərəm. Buna dedim ki, bəs dostlarınız və dostlarımız inciməz ki. Deyir Hacı dedi ki mənə, sənin və mənim dostlarım Azərbaycan bayrağına qurban olsun. Sənin bu dediklərin Azərbaycan dövlətçiliyinə, Azərbaycan dövlətinə nə gətirir, nə xeyir gətirəcək? Bax o etirazlarınla bağlı deyilsə. Bəlkə şöbə müdürü bəlkə düz deyir ki, yatanlara aidmi? Yox, bilirsən nətər deyiləm. Əvvəlki kimi deyil. İnsanlar artıq əvvəl deyək ki, qəzetlər var idi, sonraki dövrdə saytlar var idi. İndi sosial şəbəkələr və artıq bunun da bir üst forması olaraq süni intellekt var. Yəni gənclərimiz artıq bununla getmirlər. Gənclərimiz çox rahatlıqla bizim dediyimizi süni intellektdən soruşub səhv və yaxud da düz olduğunu qəbul elətdirə bilirlər. Süni intellektlə bağlı da bir video çəkdim ki, bunu da necə, məsələn, çünki ənənəvi din anlayışı ilə formalaşdırılır. Biz müzakirələr aparmalıyıq burada. Məsələn, ilk komitə sədri ilə belə bir söhbətimiz oldu bizim. O da qeyd elədi ki, sənin müsahibələrində, bu axırıncı müsahibələrində dediyin Azərbaycanda din modeli məsələsi, bu dedi doğru olmaz. Çünki İran eynisini elədi, Səudiyyə Ərəbistanı eynisini elədi, Türkiyə eynisini elədi. Mən Rafiq müəllimə bir şey qeyd elədim ki, Rafiq müəllim, mənim dediyim din modeli, məsələn Azərbaycandakı din modeli, yəni onlar kimi bir din modeli olması deyil, tam əksinə. Fundamental dediyimiz, yəni sözün hərfi mənasında, Quranın əslinə dönərək, doğrusunu bilərək, yaxşı bir vətəndaş, yaxşı bir insan olaraq bunu ortalığa çıxarmaq lazımdır. Çünki bizdən Quranın istədiyi budur. Quranın istədiyi bizdən əlimizdən, dilimizdən, başqalarına zərər verməyib, tam əksinə faydalı insan olmaqdır. Bizim oxumağımız, maariflənməyimiz, verdiyimiz qərarlarda məşvərət üzərində eləməyimiz, hər hansı bir işə insan götürdüyüm zaman yaxın, qohum, əqraba məsələsi deyil, ləyaqət əhlinə verməyimiz, sonra ədalət məsələsində yaxınlarımızın əleyhinə olsa belə ədalətdən uzaqlaşmamağımız, bu məsələlərdir, bu modeli mən istəyirəm. Yəni, çünki Səudiyyə Ərəbistanı, İslam orada yarandı, amma Səudiyyə Ərəbistanı həmin o İslamı mı təbliğ edir? Xeyr, Həmbəli məzhəbini təbliğ edir. Çünki ona bu günlərim krallıq, həmin onun mövcud olduğu sistemi idarə eləmək və təkcə din məsələsindən, təkcə həc məsələsindən əldə elədiyi gəlir, təsəvvür edin ki, Azərbaycanın dövlət büdcəsindən 2-3 dəfə daha çoxdur. Yəni, bunun özü din biznesi deyilmi? Və yaxud da insanlarımızın ora getməsi, pullar yığırıq, biz deyək ki, 10 min, 12 min, 15 min aparıb bircə dəfə nə var, 2 həftə, 3 həftə orada olacaq, bunu orada xərcləyib gəlməyimiz nə qədər doğrudur? Bu, eyni zamanda ölkədən həmin o vəsaitin kənara çıxarılması deyilmi? Etiraz eləyə bilərlər ki, cəmaat istirahətə də gedir, başqa bir yerə də gedir, onu da xərcləyirlər. Bu, amma din adı altında edilir, digərləri kimi edilmir. Yəni, turizmin başa düşərəm, amma burada turizm deyilmir. Dina, amma mən deyirəm ki, İslamda bildirilən həc, insanların bu qədər pul yığıb gedib orada qalıb, sadəcə Kəbənin tərəfına fırlanmağı deyil, Qaradaşı öpməyi deyil. Məqam İbrahim deyirlər ki, bu boyda yeri onun arxasında dayanıb İbrahim Peyğəmbərin ayaq izini orada qalması deyil. Və yaxud da şeytan daşlama deyil. Əziz dostum, sən özün həccə getmişsən. Həccə də getmişəm, umrəyə də getmişəm. Orada sən o səfərləri eləmişəm. Qəbul olunmuş prosedurları keçmişsən. Qaradaşı da öpmüsən, şeytanı da daş atmışsan. Xeyr, Qaradaşı öpməmişəm. Şeytana daş atmışam, bəli, şeytan daşlama. Orada şeytan daşlama deyildi, cəmaət deyil. İlan, bax, sən söhbətə başlayanda çox gözəl bir şeydən gəldin. Dedin ki, Eşat, mən səni tanıdığım vaxtlarda 2000-2001-ci illər idi. O vaxtdan bu günə 24 il keçib. Yəni, insan öz üzərində çalışmalıdır, təkamül eləməlidir, inkişaf eləməlidir. Əgər eyni yerdə qalmışsansa, sən sadəcə 2 ayaq üzərində yeriyən meyitsən. İnsan inkişaf eləyir. Mən də o elədiyim səhvləri etiraf eləyirəm, deyirəm, bəli, bu yolları keçmişəm. Ona görə mənə bu etiraz eləyənlərə çox gözəl başa düşürəm. Bilirəm onlar nəyə etiraz eləyirlər. Ona görə mən onları qınamıram. Sadəcə
bilməməkdə ittiham eləyirəm ki, bəzən siz bilməyə çalışın, sorğulanmağa çalışın, alternativlər üzərində düşünün. Hər şey bizə öyrədilib keçmişdə olduğu kimi bunlar da eyni şəkildə qalsın demək deyil. Aydındır. Bir axılar tələbələrindən danışdın, Amerikadakı Fərid dostumuzdan danışdın. Onun haqqında bir də mənə demişdin sən. Çox savadlı, mütaliəli, yaxşı bir gəncimizdir. Azərbaycanda sən və Fazil Mustafa, bizim dostumuz, düşüncəsində olan insanlar azdanmı? Elə deyilmi? Bax, İlham, bir şey deyim. Mən heç bir zaman kəmiyyət arxasınca qaçmıram. Keyfiyyətə önəm verirəm. Məsələn, bu günlərin bir Fazil Mustafanın çıxışını nə qədər insanlar eləyə bilir? 10 Milli Məclisdə olsun, insanlarla bağlı münasibətdə olsun. Həmin o insanı həqiqətən mən o qədər içimdə çox üzünə bunu heç bir zaman deməsəm də, övladı vəfat elədiyi dövrdə elədiyi bir çıxışı nə deməkdir? Hansı bir atanın elə bir çıxışı idi? Bundan başqa özü yaralanan vaxtı dedikləri, düzdür, mən görüşürdüm, heç bir zaman oradan şəkil də paylaşmırdıq elə bir şeyi. Yəni, bu insanın özünün dediyi ilə digər kütləni bir tutmaq mümkündürmü? Təbii ki, xeyr. Ona görə deyirəm ki, mən bu günlərin, baxın, özünüz fikirləşin, Azərbaycanın özünün idarə etməsində istifadə olunan, işləyən insanların faizi Azərbaycanın heç bir faizi deyil. Bir faizi insan mı daha təsirlidir, yoxsa geridə qalan 99% insan mı? Mən ona görə deyirəm ki, biz say üzərindən, kütlə üzərindən deyil, əsas keyfiyyət üzərindən getməliyik ki, həqiqətən bizim Cəlil Məmmədquluzadələrimiz yetişsin, bizim Mirzə Fətəli Axundovlarımız yetişsin, bizim yeni deyək ki, elə Mirzə Ələkbər Sabirlərimizdir, digərlərdir. Bu insanlar yetişsin ki, həqiqətən bunlar maarifləndirmə mexanizmini ortaya çıxararaq insanlarımızın o kütlə psixologiyasından qurtulub daha da inkişafına, təkamülə səbəb olsun. Seyid Əzimin çox gözəl bir qəzəli var. Onun bir söz orada var. Seyyida la məzhəb. Hamı deyir ki, bu la məzhəb yəni məzhəbsiz deməkdir də. Hamı deyir ki, bu Seyid Əzim Şirvani deyir ki, mən kafirəm. Amma məzhəbsizdir bu adam, yəni deyir, mən məzhəbim yoxdur. Doğrudur mu? Məzhəbi olmayanlar da bu günlərim nəyə görə deyirlər? Bu günlərim kafir adlandırırlar. Məsələn, mənim o yazdığım kitab İslamda yoxdur qadağan eləyəndə ona rəy verənlərin hamısı məzhəb nümayəndəsi idi. Məzhəbsiz üzərindən, məzhəblər üzərində bir kitab yazırsan, məzhəbsiz bir kitab yazırsan, Qurana əsaslanan bir kitab yazırsan, adamların məzhəbinə zidd getdiyinə görə və yazıldığına görə, ənənəvi din anlayışına zidd olduğuna görə o kitabı qadağan edirlər. Ona görə bizim problemlərimiz buradan qaynaqlanır ki, biz ənənədən bəzən qurtula bilmirik. Yeniliklərə qapı açmırıq. İslamı dogma olaraq qəbul edirik. Halbuki İslam dogma deyil. Allah dəfələrlə Quranda bizim əfələ təqülun deyir. Niyə ağlınızı işlətmirsiniz? Əfələ tətəfəkkərun deyir. Niyə fikirləşmirsiniz? Tədəbbür etməyimizi istəyir. Analiz, təhlil qabiliyyətimizi istəyir. Sorğulanmağımızı istəyir. Biz eləmiriksə, deməli ki, biz özümüz Allahın buyurduğuna zidd gedirik. Baxın, Allah Quran-ı Kərimdə dəfələrlə müxtəlif ayələrdə yer üzündə gəzin, dolaşın, sizdən əvvəlkilərin aqibətini görün və yaxud da insanın yaradılışını necə olduğunu öyrənin deyə ayələr var. Biz eləyirikmi? Xeyr, biz gedirik, məsələn, turizm anlayışını necə eləmişik? Hər hansısa bir dəniz kənarında gedib, dənizə baxıb və yaxud da dənizə girib, bundan günümüzü, vaxtımızı öldürməyi istirahət kimi qəbul edirik. Amma istirahət o deyil. Aydın, konkret olaraq səndən bir məsələni soruşacağım. Açıq sual verirəm və açıq cavab istəyirəm. Tamaşaçılar üçün də maraqlı olacaq. Azərbaycanda hansı məzhəb təhlükəlidir? Azərbaycan üçün hansı məzhəb təhlükəlidir? Bütün məzhəblər təhlükəlidir Azərbaycan üçün. Niyə? Ən geniş yayılmışı bizdə şiəlik, düzdürmü? Şiəlik bu günlərimdə geniş yayılan sələflikdir və sələflik çox müasir formada elə yayılır ki, biz elə bilirik ki, onlar hamısı saqqallı və yaxud da şalvarlarından balağa yuxarıda. Xeyr. Adamlar bu günlərin qalıstuq taxanları, saqqalsız olanları, Milli Məclisdə müəyyən formada təmsil olunanları, dövlət idarə etməsində təmsil olunanları var. Məsələn, mən FETÖ-nün hadisəsinin sabahlarım Azərbaycanda təkrarlanmasının əleyhinəyəm. Bu proses gedir. Ona görə də bəziləri bunun gözlərini yumur və yaxud da palazın altına süpürür. Bəlkə də iş aparırlar, xəbərim yoxdur. Amma bu prosesin daha da təkmilləşərək davam elədiyini görürəm. Yəni FETÖ Azərbaycanda yenə var. FETÖ adında sələflik adı bugün. FETÖ-nün elədiyini Azərbaycanda sələflik eləyir. Çünki İranın şiəlik məsələsi məlumdur, artıq göründü. İranda olan səfirliyimizə qarşı olan prosesləri gördük, Nardaran hadisələrini gördük və yaxud da digər məsələləri gördük ki, bir fətva ilə nələr edə bilirlər bu insanlar. Amma eyni zamanda fətvasız burada gedən proseslər, məsələn, radiolara ayaq açan insanları görürük. Məsələn, sadəcə bir qılıq uydurubdular, söhbətə başlayanda ölkə başçısına dua eləyərək başlayırlar. Ondan sonra sanki bunlar elə bir
necə deyim, qorunma mexanizminə qapılaraq güya istədiklərini insanlara yeridirlər. Elə onu səhmanla elə gözəl şəkildə həyata keçirirlər ki, heç bəlkə də həmin o rəhbərlikləri, həmin o kanalın və yaxud da digərlərin xəbəri olmur. Sonra insanlar var bugün məscidlərdə, baxın nə qədər gedirsiniz xütbələrə qulaq asırsınız. Elə bilirlər ki, həmin o verilən xütbəni oxuyur. Elə prosesləri idarə eləyirlər ki, insanlar bilmir ki, İlahiyyat məscidində gedən sələfliyin təbliğatıdır, yoxsa həqiqətən din təbliğatıdır. Və yaxud da deyək ki, Qaraçuxur məscidində gedən proses sələfliyin təbliğatıdır, yoxsa həqiqətən bir mövcud olan onların əlindəki xütbələrin təbliğatı mı gedir, yoxsa İslamın təbliğatı gedir, yoxsa Quranın. İnanın, çox ciddi proseslər gedir. Amma bu proseslərə nə qədər müdaxilə olunur, nə qədər bilinir, bu ciddi sorğulanmalı bir məsələdir. İndi digər bir məsələni də deyim. Bax, məsələn, adicə Türkiyənin özündə biz ən mülayim məzhəb olaraq bildiyimiz Hənəfilik məzhəbi. Həmin o Türkiyənin özündə olan Hənəfilik məzhəbi eyni zamanda bugün Əfqanistanın rəsmi məzhəbidir. Talibanın məzhəbi Hənəfilikdir. Yəni bu sekülərizm dediyimiz dünyəvilik anlayışı olmasa, eyni prosesi, yəni Türkiyənin özündəki həmin o anlayışın sabahlarım Talibana çevrilməməsi ilə bağlı bir problem yoxdur. Eyni məsələn sabah Azərbaycanda olub olmayacağı bu günlərim indi rahatlıqla əleyhimizdə yüzlərlə videolar çəkirlər. Hər dəfə kafir adlandırırlar. Yəni bu insanlar hələn bizimkilər başa düşmür ki, bir insanı kafir adlandırmaq demək onun ölümünə fətva verməkdir. Yəni bu adamın qanı halal deməkdir. Ailəsindən boşanmış sayılır. Bunun uşaqlarına vərəsə keçmir. Bunun müsəlman qəbristanlığına dəfn eləmək olmaz. Yəni bunun çox ciddi arxa planı var. Axı bayaqları dedik, hə, Quranda var. Harda kafirləri tutdunuz öldürün. Xeyr. Odur mu? Xeyr. Onda nəyə görə deyirsiniz kafir deyəndə? Xeyr. O kafir onların verdikləri, məzhəblərin verdiyi fətvalardır burada. Quranda orada gedən əlif-lamla gəlir. Əlif-lamla gələn müəyyənlikdədir. Sizinlə savaşanlardan gedir. Savaşanları, yoxsa ermənilər bizi snayperlə vurur, biz də götürüb snayperin ucuna gül atıb verəsi deyirik ki, bu onunla bağlı olan bir məsələdir və savaş anındadır. Aydındır. Elşad, bir məsələni də soruşum. Bir müddət əvvəl bir açıqlaman da olmuşdu. Daha doğrusu bir neçə silsilə açıqlaman. Demişdin, cənnət də yoxdur, cəhənnəm. Xeyr, elə açıqlama verməm. Hər şey buradadır. Xeyr, o yalandır. O mənə böhtan idi. Böhtan idi. Təbii ki, heç bir zaman elə bir ifadə işlətmərəm, çünki Quran-Kərimdə cənnət anlayışda, cəhənnəm anlayışda var. Hətta bunu... Amma o da anlayışda məncə düzgün qavramamışıq, eləmi? Elə əlbəttə qavramamışıq. Niyə? Çünki biz bəzən fikirləşirik ki, Allah təsəvvürümüzdəki yanlışlıqla bağlıdır. Elə bilir ki, Allah bizi gözləyir ki, günah eləyək, səhvləri eləyək, o günaha görə bizi yandırsın. Sanki Allah onu istəyir bizdən. Tam əksinə, Allah bizə özünü rəhməti ilə, mərhəməti ilə, rəhman deyir, rəhim deyir, tanıdır. Allahın elə bir şəxsiyyət vəsiqəsi bu sifətləridir. Allah özünü belə tanıdırsa, biz niyə onda, məsələn, qadınlara başlayıb ki, saçının burası göründü, Allah cəhənnəmdə yandıracaq. Və yaxud da namazı gecikdirdin və salam, Allah səni yandıracaq. Əl açıq qıldın, o biri bir-birini təkfir edir ki, əl açıq qıldığına görə, məsələn, bu bizdən deyil, o biri əli bağlı qıldığına görə bizdən deyil. Allah əl açıq və yaxud da əli bağlı qıldığına görə, məsələn, günahlandıracaq, cəzalandıracaq, yandıracaq. Yəni, bu anlayışların özlərinin yanlış olduğunu deyirəm. İnsan özü, öz odununu, öz yanacağını buradan apar. Mənim bir 92-ci ildə şəhid olmuş döyüşçü qardaşım var idi. Allah rəhmət eləsin, adını çəkməyəcəm. Çünki onun qardaşından söhbət eləyəcəm mən. Bir dəfə getmişdim rayona, getdim onun qardaşından görüşdüm, balaca qardaşından görüşdüm. Elə oradan buradan söhbət elədik. O şəhid dostumu xatırladım, dedim Allah rəhmət eləsin. O maraqlı mənə bir cavab verdi. Dedi, onun cənnətə düşüb düşməyəcəyini və ya rəhmət olub olmayacağını biz bilməyik, onu Allah bilər. O da deyəsən Hənəfi məscidində, əsərində var. Necə düşünürsən? Məsələn, biz yeri cənnətlikdir deyə bilərik də. Biz bilmirik. Biz sadəcə bunu deməklə dua eləyirik sanki. İnsan bilirsən, inam necədir? Öz yaşadığı dövrdə cənnətli və yaxud da cəhənnəmli olmağa haqq qazanır, layiq olur. Allah heç kimə haqsızlıq eləməyəcəyini dəfələrlə Quranda bildirir. Və Quranda bildirir ki, kim zərrə miqdarı yaxşılıq eləyibsə əvəzini görəcək, kim zərrə miqdarı pislik eləyibsə onun əvəzini görəcək. Yəni, biz özümüz cənnətə və yaxud da cəhənnəmi sanki biz formalaşdırırıq ki, sabahlarım ora gedəndə ona layiq olaq. Və bugünkü məsələdə bir insan əgər cinayət törədirsə, onun həbsə atılması onun cəhənnəmidir. Eyni zamanda insanlar var ki, bu dünyada öz pulları ilə, imkanları ilə, nə bilim, nələri ilənsə, kimisə qanını batırıbdılar və bu adam ölüb gedib. Sabahların buna necə demək ola bilər ki, bu adam cəhənnəmlik deyil və yaxud da bu elədikləri boş oldu, getdi, yaxşı oldu, yanına kar qaldı, getdi. Bu mümkün ola bilməz. Allahın ədalət anlayışına zidd olan bir şeydir.
Yəni Allah üçün ki biz sadəcə dünyanı bu dünyadan ibarət hesab edirik. Onu Norveçdə bilirsiniz ki, məşhur bir hadisə 73 adamı öldürən, qətlə yetirən bir şəxsə. Ona indinin özündə də bilirsiniz ki, hardasa 3 ulduzlu, 4 ulduzlu bir otel mahiyyətində həbsxanada qalır. Yəni bu adamlar bir adama görə əvəzinə ölüm hökmü versəniz, öldürülmüş olsa, edam edilmiş olsa, yerdə qalan 72 nəfərin cəzası qalmır axı bəs. Onu necə eləyəcək? Yəni Allahın bu başqa bir mexanizmi var. Sadəcə Allah bizə bizim anlayacağımız şəkildə məsələləri izah eləyir ki, çünki biz bizdə olmayan, görmədiyimiz, bilmədiyimiz şeyləri təxəyyül eləyə bilmirik. Sənin fikirlərinlə tanış olanda, oxuyanda, dinləyəndə səni, məndə açıq belə bir təsəvvür yaranır ki, Elşad Miri hesab eləyir ki, o məzhəbçilik girdabına düşmüş kütlədən elə ateistlər yaxşıdır. Ateistlərə necə baxırsan? Məsələn, ateistlərə həmişə deyirəm ki, ateizm artıq kəlmə-i şəhadətdə la ilahə illallah söz var. Onun la ilahəsini deyir artıq. Birinci tərəfini deyir, Tanrı yoxdur. Tanrı yoxdur. Ondan sonra illallahı demək üçün araşdırmalıdır. Məsələn, mən bu günlərim... Ateizm təhlükəlidirmi bizim Azərbaycanımızda? İndi bir şey deyim, baxın nə tərdir təhlükə. Biri var, ateizmin özünü də bölmək lazımdır. Biri var, araşdıraraq insanın müəyyən bir həddə gələrək ateist olması və yaxud da insanın özünü digərlərindən fərqləndirmək üçün istifadə elədiyi ateizm. Bunlar fərqli-fərqlidir. Digər fərqləndirmək üçün olan ateizm ən asandıdır və özünü başqalarından göstərmək üçün və yaxud da fərqləndirmək üçün bu ifadəni işlədir. Amma bunun arxa planı, backgroundu boşdur, içi boşdur. Çoxlarla söhbət eləmişik, özlərindən demişəm. Amma araşdıran bir ateist, məsələn, gətirir, deyir ki, mən bu məsələlərə görə ateistəm. Həmin o məsələnin yanlışını dediyin zaman, əgər bu təəssübkeş deyilsə, inatkarlıq eləmirsə, bəli, həqiqət axtarışındadırsa, qəbul eləyəcək. Məsələn, olubdur mənim elə bir tanıdığımız, bizim ortaq tanıdığımız adam, özünə ateist kimi təqdim eləyir. Ancaq acı övladı dünyaya gələndən sonra dedi ki, mən artıq inanıram ki, bir yaradan adını deyim və yaxud da bir ilkin mühərrik, nəsə var, ilkin enerji, nəsə var. Dedim, onu deyirsənsə, sən artıq ateist deyilsən, deizmə qədəm qoymuşsan. Yəni, deizmdə nədir? Əslində də nə üstünlüklər var ateizmdən başqa? Yaradanı qəbul eləyir, amma yaradandan sonra digərləri qəbul eləyir. Ondan sonra başqa sual yaranır. Yaradan kimdir? Bugün yaradan dediyin, İslamın dediyi mi yaradandır, Yahudinin yaradanı dediyidir, Hristiyanın dediyidir, Hinduizmin dediyidir. Artıq gəl bunu müzakirə eləyək. Bunu araşdırdığımız zaman insan həqiqətən müəyyən bir məsələyə gələ bilər. Amma bunun üçün birinci növbədə lazımdır ki, sənin o ön yarğı deyilən, təəssübkeşlik deyilən anlayışı bir kənara qoyasan. Yəni, elm dediyimiz nədir? Elm həqiqətən bir doğrunu gördüyün zaman, həqiqəti gördüyün zaman, qanunu gördüyün zaman onu qəbul eləməyindir, digərindən keçməyi bacarmalısın. Mən sualın bir daha təkrarlamaq istəyirəm. Ateizm cəmiyyət üçün təhlükəli deyil. Yenə deyirəm, bax, bu suala konkret... Əgər arxası araşdırmalar nəticəsində gəlibsə, təhlükəli deyil. Amma bir şəkildə bu məsələdə, məsələn, bu ateizm dediyimizin özünü araşdırmaq, ateizmə görə əxlaq anlayışı nədir? Ateist özü, məsələn, bir şeyə yaxşılığı eləməyi və yaxud da bir adama pisliyi eləməyi nəyə əsasən eləyir? Bunun arxa planında... Vicdanı var sadəcə olaraq. Vicdan dediyimiz anlayışı qəbul edirsə, buna nə ad verir? Buna nə deyir? Görmədiyi şeyə necə inanır? Vicdanı necə qəbul edir? Aydındır. Valla suallar çoxdur. Sən çox bizim dəyərli ziyalımızsan. Biz səni çox istəyirik. Bu mövzunu o qədər uzatmaq olardı ki... Əlbəttə. Çox sağ ol. Gəldiyinə görə minnətdaram sənə. Əziz dostlar, bugün İlham Tumasın qonağı dinşünas Elşad Miri idi. Hələlik özünüzə yaxşı baxın.